Dostlar, ən aktual problemlərdən biri. Verilən suallar. Doktor, mən az yeyirəm, amma kökəlirəm. Doktor, mən arıqlamışdım, amma indi əvvəlkindən də çoxlu şişmişəm. Bəs niyə belə olur? Siz ekranda olan müsbət işarəsini sıxın, mən də sizə izah edim. Deməli, düzgün qidalanma hələ o demək deyil ki, siz aclıq eləməlisiniz, duz yeməməlisiniz, yağlı heç nə yemək olmaz, karbohidrat, şəkər, vəfşə yemək olmaz. Xeyr, bu belə deyil. Orqanizmin gündəlik norması var. Duzda, karbohidratda, yağda, şəkər, hamısının norması var. Orqanizm bunu gündəlik bizdən tələb eləyir. Və biz bunları kəsəndə bədən qorunma mexanizmlərini xoda salır, işə salır. Bədən qorxur enerjini itirməyə, ona görə yağı əritməyə də qorxur, başlayır özündə saxlamağa. Nəticədə biz kökəlirik. Bəs nə edək? Sual verəcəksiniz ki, bəs necə eləyək arıqlayaq? Mən həmişə deyirəm ki, hər şey yeyib arıqlamaq da olar. Əsas odur ki, yediyiniz kalorini yandırasınız. Yandırmaq da yürüyüş, gəzinti, digər idman növləri, yeyilən kalori yandırılmalıdır. Bu halda siz arıqlaya biləcəksiniz. Düzgün arıqlamaq budur. Videonu sona qədər izlədinizsə, ekranda olan müsbət işarəsini sıxın, videonu paylaşın. Çox sağ olun, minnətdaram.